Təxribatçı sual oxşayır biraz. Sizcə Azərbaycan futbolunun flaqmanı hansı klubdur? Təxribatçı sual oxşayır biraz. Yəni flaqman yəni dədə-babadan həmişə Neftçi olub da. SSR dövründə Azərbaycanın ən güclü klubu. O dövrdə hamı Neftçi azarkeş idi. Biz də gözümüzü açıb belə görmüşük. Amma son dövrlərdə son 12-13 ildə Qarabağın Avropadakı uğurlu çıxışı da Azərbaycanlılarda Qarabağa qarşı bir rəğbət hissi yaratdı. Belə deyim də, Avropada flaqmanımız Qarabağdır, Azərbaycanda Neftçidir. Amma yenə də birini seçməli olsanız. Birini seçmək olmur axı, yəni mən necə deyim, bu çətin sualdır yəni. Seçmək olmur da. Sizcə Qarabağ Türkiyə Super Liqasında oynasaydı bu sezon neçənci olardı? Dəqiq çempion olmaz, çünki Azərbaycanda belə çempion ola bilmir. Bilmirəm neçənci olardı. Biraz bilsin necədir. Biri var 1-2 oyunda, bir də var ki, mövsüm ərzində mövsümü yaxşı səviyyədə keçirmək. Məncə Qarabağ ilk 8-də olardı. Yəni belə 5-ci, 8-ci yerlərdən birini tuta bilər Türkiyə Super Liqasında. PSG yoxsa Bayer hansı finala VSK qazanacaq? Bayer München. Atletico yoxsa Arsenal hansı finala VSK qazanacaq? Arsenal. Zirə yoxsa Neftçi? Bu sezon hansı klub Avropa kubokları VSK qazanmağa daha çox layiqdir? Hansı daha çox xal toplayarsa o da layiqdir. Hələ mövsüm bitməyib, yəni biz bunu bilmirik. Amma yəni sizə görə birini seçməli olsanız? Birini seçmək olmayan, o seçimlə olası şey deyil də. Yəni oynayacaqlar çünki sona hələ bir neçə tur qalıb. Hansı daha çox xal toplasa o da layiqdir.